Zaten sən elə bir məqamda Allah yaradıb ki, kərrəmallahu bəni Adəm. Ayətə baxın, nə gözəl ayədir. Nə gözəl bir cümlədir ki, Rəbbül Aləmin buyurur ki, biz Adəm oğlunu şərafətləndirdik, kəramətləndirdik. Yaratdıqlarımızın içərisində ən üstünü qıldıq. Bismillahirrahmanirrahim. Ləqəd xaləqnəl insana fi əhsəni təqvim. Biz insanı ən mükəmməl surətdə, şəkildə yaratdıq. Yaradılışın ən üstünü olan, xilqətin ən üstünü olan, ən gözəli olan, ən sevimlisi olan və onun nuruna, onun hörmətinə, ona xatir ya bütün varlığın yaradılış səbəbi olan Həzrət Rəsulullah'a sallallahu aleyhi və səlləmə Allah xitab eləyir. Bismillahirrahmanirrahim. Lə'alə xuliqin əzim. Ey Nəbi, ey Peyğəmbər, ey Rəsul, biz səni elə əzəmətli bir xilqətdə yaratdıq ki, o yaradılışa xatir yaranan bütün insanoğlu şərafətlidir, kəramətlidir, əzəmətlidir. Yəni, insan öz dəyərini axtarsa, təfəvvüata ehtiyac yoxdur. Yanlış hardadır? Əlinə alacağı zikirlə, başlayacağı ibadətlə, görəcəyi işlə, nəfsinə, qururuna, egolarına xoş gələn şeyləri əldə eləmək onun fəlakətidir. Amma zikri sizin yolunuz, sizin bağlı olduğunuz xəlq, imamiyyə, xəlvəti yolu heç bir zaman bu cür vədlərlə, heç bir zaman bu cür yanlışlarla sizi çətinliyə salmır. Və heç kəsə də vəd vermir ki, sən zikr edib məqam sahibi olsun. Nə deyirik biz? Deyirik ki, sən zikr edəcəksən, çünki o zikrə layiq olduğu üçün sən onu zikr edəsən. O tərifə, həmdə, şükrə layiq olduğu üçün sən Allah Əzzə və Cəlləni layiqincə həmd edəcəksən, zikr edəcəksən. Çünki Allah deyir ki, Uzqurullah zikrən kəsirən fəazkurni azkurkum. Ayətlərdə buyurur ki, Allah çox zikr edir, məni zikr edir ki, mən də sizi xatırlayım. O zikrə layiq olduğunu zikr edəcəksən. Zikr edən, zakir, zikir və məzkur bizim yolumuzda, bizim anlayışımızda eyni olacaqdır. Yəni, sən zikr etdiyin zaman, sən öz varlığından sıyrılacaq, Allah ləfz-i cələləsinin içərisində həqiqətini tapacaqsan. Allah ləfz-i cələləsinin içərisində sən öz sirrini tapdığın zaman ortada sən yoxsan. Ortada sən qalmazsan. Onun zatından başqa heç bir şey yoxdur zaten. Bax, sizin yolunuzun həqiqəti budur. Getdiyiniz yolun həqiqəti budur ki, sizi Allaha götürür. Sizi həqiqi qulluğa aparır, sizi həqiqi İslamiyyəti yaşadır, sizə həqiqi imanın gözəlliyini, ləzzətini dadmağı sizə öyrədir. Zaten Həzrət Rasulullah sallallahu aleyhi və səlləm də ətrafındakı insanlara elə bir şeylər vəd eləməmiş ki, cənnəti vəd edir. Rəbbinin ona lütf etdiyindən, Rəbbinin ona öyrətdiyindən başqa bir şey vəd eləməmişdir. Rəbbül Aləmin buyurur ki, müminlər üçün cənnətlər var, mükafatlar var, ağaclar altından çaylar axan cənnətlər var. Onları ki, Rəbbül Aləmin söyləmişdir, Peyğəmbər də onları o cənnətin sorağı ilə yola çıxartmışdır. Heç bir nə demir ki, sən bu zikri bu qədər elə, sən cihada gel, sən oruç dur, sən zəkat ver, sən falan olacaqsan. İnsanlar sadəcə qulluq üçün, ibadət üçün, təslimiyyət üçün öz səmimiyyətlərlə yola çıxdıqlarında onlar əlçatmaz ulduzlara çevrildilər. Elə bir dərəcəyə qalxdılar ki, onlar hər birisi səmada sayrışan ulduzlar kimi olacaq. O təslimiyyət, o sədaqət, o yola bağlılıq, Rəsula bağlılıq, Rəbbinə bağlılıq, Allaha itaat etdikdən sonra sevmək, Rəsulunu sevmək elə bir məqam sahibi eləmişdir ki, Allah özü onları təqdis edir. Radiyallahu anhum və razu an. Əl-Bəyyinə surəsində buyurur ki,
Allah onlardan, onlar da Allah'tan razıdırlar. Allah onlardan, onlar da Allah'tan razıdırlar.